Mən salamlayıram Azərbaycan Xidmət Prezidenti cənab İlham Əliyev cənabları, Azərbaycan Xidmət Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarını, Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyev cənablarını. Mənim şikayetim bu ilə bağlıdır ki, Şəki rayonu Qoxmuq kəndinin icra nümayəndəsi və onun mavini Zeynal müəllim və İbrahim müəllim haqqındadır. Cənab Prezident, cənab Daxili İşlər Naziri, o vaxt çıxışlarınızı izləyirəm, həstəyənlə deyirsiniz ki, saxtakarlıq, rüşvətxorluq gördüyünüz halda OXA orqanlara müraciət edin. Biz sizin müraciətinizi əsaslandıraraq Şəki rayonu Qoxmuq kəndində karantin dövründə Qoxmuq kənd İbrahim müəllim, icra nümayəndəsi, onun mavini Zeynal müəllim rüşvətlə tutuldular. Rüşvətlə tutulmağına baxmayaraq 3 gündən sonra yenə də həmən vəzifəyə qaytarlandılar. Cənab Prezident, sizdən artıq dərəcə xahiş edirəm, bu haqqında tədbir görəsiniz. Bununla baxmayaraq, bunlar öz çirkinəmələrlə, saxtakarlıqlarından yenə də əl çəkmədilər. Bu ilə bağlı, bundan öncə də bir keçiriş qoydum. Bu bələdiyyə seçkisində Zeynal müəllimlə İbrahim müəllimə yekə böyük saxtakarlıqlarla rollar oldu. Xahiş edirəm sizdən artıq dərəcədə bizim xahişimizi nəzərə alarsınız. Bu işlərə ciddi baxılmaz, sizdən xahiş edirəm. Bu rüşvəti almağı faktı qoydular ortaya, fakt tutub apardılar. Bizim polis əməkdaşları tərəfindən 3 gündən sonra də rüşvəti yerində aldığı yerdə keçiriş olundu. 3 gündən sonra cənab Prezident, yenə də bunlar vəzifəyə qaytarıldı. Xahiş edirəm OXA orqanlardan bu videomu çıxan hər kəsin qarşısına bunu bəyənməyi unutmasın. Bizim bu 5500 əhalisi olan kəndin icra nümayəndəsi və mavinini cənab Prezident xahiş edirəm. Cəmaatın xahişi, istəyi budur ki, bunlardan bizim canımızı qurtarsınlar. Bunlar rüşvətxor və saxtakarlıq işlərlə məşğul olan şəxslərdir.